Rusiya-Qacar müharibəsinin ikinci hissəsinə baxaq. Deyir ki, hansı Avropa dövləti ilə ikinci Rusiya-Qacar müharibəsi başlamadan əvvəl Qacarların ordunu silahla təmin edəcəyinə vəd vermişdi. Təbii ki, bu olacaq İngiltərə. İngiltərə burada düşəcək. 3-ə oxşuyur, amma gözümdə yaxşı görmür, 3-ə bənzəyir. Birinci Rusiya-Qacar müharibəsindən fərqli olaraq, ikinci Rusiya-Qacar müharibəsində İngiltərə və Qacarlar arasında müqavilə imzalanmışdı. Xeyr, hər ikisinin üçün əvvəlcin oxşar cəhətdir. Müharibənin gedişində sülh danışıqları yarımçıq qalmışdı. Bu da hər ikisinin oxşar cəhətdir. İrəvanın mühasirəsi ancaq birinciyə aiddir. Azərbaycanın bəzi cənub ərazilər Rusiya tərəfində, bəli. Cənubumuz yalnız ikinci Rusiya-Qacar müharibəsi dövründə işğal olunmuşdu. Hansı rəqəmi yerini dəyişdikdə xronoloji ardıcıllıq bərpa olunur. Dərbənd xanlığının ruslar tərəfindən işğal olunması 1806, Xoy Makun Mərəndin ruslar tərəfindən işğal olunması 1827, Cavanbulaq da 1827, amma onun daha əvvəl idi. İrəvan ikinci dəfə 1808, Ərdəbil də 28. Deməli, burada biz ardıcıllıq pozulacaq. Deməli, 2 ilə 5-in arasında. 2 ilə 5-in yerini dəyişməliyik ki, ardıcıllıq düz olsun. Gülüstan müqaviləsi, Türkmənçay müqaviləsi. Qacarlar Hindistan sərhədlərinin təhlükəsini bu Tehran müqaviləsi heç hansına aid deyil bu. A-na çıxırıq. İrəvan və Naxçıvan Qacarların tərkibində qaldı. Təbii ki, Gülüstan müqaviləsi. Qacarlar Rusiya təzminat, təbii ki, Türkmənçay müqaviləsi. Konsulluq və nümayəndəliklər yaradılmalı idi. Konsulluq və nümayəndəliklərin yaradılması bu hər ikisi üçün oxşar cəhət. Amma burada yəqin ki, bunu böyük etmə Türkmənçaya verib. Çünki nümayəndəliyin açılması Gülüstanda da var, Türkmənçayda da var. 2-yə D-yə. Deməli. Naxçıvan və İrəvan Rusiyaya ilhaq edildi. Təbii ki, bu Türkmənçay müqaviləsidir. Bu Türkmənçay müqaviləsidir. Düşəcək Türkmənçayın tərkibinə. Yalnız Azərbaycanın cənubu Qacarların tərkibində qaldı. Bu da Türkmənçay müqaviləsinin tərkibindədir. Deməli, burada necə oldu? 2-yə düşdük D, Y, F, G. 1-ə də B ilə C. 1-ə B ilə C, 2-yə də D, Y, F, G. Ləğv olunan xanlıqları ardıcıllıqla düzün. Dərbənd 1806. Şamaxı 1820. Gəncə. Daha doğrusu Şəki 1819, Qarabağda 1822. Deməli, burada necə düzəcək? Baxaq. Deməli, 2 də burada Lənkəranda 1826. Başqa hansı qaldı? Heç hansı. Deməli, necə düzəcək? 2, burada neçədir bu? Bu 2-nin rəqəmidir. Deməli, 5, yəni birinci Dərbənd, ardınca 6 Şəki, ardınca 1 Şamaxı 20, ardınca Qarabağ 22, ardınca Lənkəran 26. Verilmiş xanlıqlarla bağlı ortaq fikirlər müəyyən edin. Deməli, hansı xanlıqlar verib? Qarabağ, buradan da verib Qubanı. Gəncənin asılı hala salınması. Gəncəni Quba asılı hala salmayıb. Birinci Rusiya-Qacar müharibəsi dövründə xanlıq idarəsinin ləğv edilməsi. Gəncə, daha doğrusu Qarabağ, xeyr, birinci Rusiya-Qacar deyil, 1822-də ləğv olmuşdu. Bakı xanlığının işğal edilməsi. Qarabağ Bakını işğal etməyib. Birinci Rusiya-Qacar müharibəsi illərində Rusiya tərəfindən işğal edilməsi. Bəli, 1805 Qarabağ, 1810-da Qubanı götürə bilərik. 96-cı ildə General Zubovun ələ keçirdiyi xanlıqlara aid deyil. Dərbənd, Bakı, Quba, Gənc ardıcıl gedirdi. Dərbənd, Bakı, Quba, Gənc. Deməli, burada bir İrəvan artıq düşür. İrəvan aidiyyatı yoxdur. Yəni, Zubovun işğal etdiyi ərazilərə.